Hər birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavimlər. Bugünkü YouTube videomuzun mövzusu ekrandan da gördüyünüz kimi adı gözəl, özü gözəl Atropatina hökmdarlarıdır. Biz bu videoda Atropatina hökmdarlarını kodlar vasitəsilə yadda saxlayacağıq ki, hansı Atropatina hökmdarını daha tez şəkildə necə yadda saxlaya bilərik. Deməli, hökmdarlarımız birinci gəlirik Atropat. Atropatda hər hansı bir problemimizin olduğunu düşünmürəm. Bilirik ki, Atropat dövlətin banisidir. Daha sonra bizə lazımdır kim? Artabazan. Artabazan. Artabazanı necə yadda saxlayırıq? Artabazan bilirik ki, 223-cü ildə eradan əvvəl 190-a qədər Selevkilərdən asılı halal düşmüş Atropatina hökmdarıdır. Qarşısına yazırıq 3-cü Antiox. Yəni Selevki hökmdarı 3-cü Antioxdan asılı vəziyyətə düşüb. Baxın, Artabazan andan qurtarır, Antiox anla başlayır. Yəni biz bu formada yadda saxlaya bilərik ki, an. Artabazan Antioxdan asılı vəziyyətə düşüb. Növbəti Atropatina hökmdarımız Artabazdır. Artabazdır. Artabaz isə Fraspa döyüşündə bilirik ki, Antonin qoşunlarını məğlub eləmişdi. Qarşısına yazırıq eradan əvvəl 36 Fraspa döyüşü. Bunu necə yadda saxlayırıq? Baxın, Artabaz D hərfi ilə bitir, Fraspa döyüşü D hərfi ilə başlayır. Yəni D. Bunu da bu formada yadda saxlaya bilərik. Növbəti Atropatina hökmdarımız gələcək bizim olacaq Ariobarzan. Yazaq. Ariobarzan bərabərdir Romanın köməyi. Biz bilirik ki, Artabaz öz oğlu Ariobarzanı Romaya əsir vermişdi. Daha sonra o, Oktavianın köməyi ilə hakimiyyətə gəlmişdi. Yəni Roma hökmdarı Oktavianın köməyi ilə. Bunu necə yadda saxlayırıq? İkinci hərfi R-dır. Roma R hərfi ilə başlayır. Yəni yenə də hərflə yadda saxlayırıq. R. Sonuncu hökmdarımız isə biz bilirik ki, Ariovastdır. Bunu necə yadda saxlayırıq? Bərabərdir sonuncu hökmdar. Baxın, S hərfi, Arovas, S sonuncu hökmdar. S yenə də yadda saxlaya bilərik. Deməli, S. Bu formada. İstəsəniz bunu ekran kaydı alıb özünüz də qeyd dəftərinizə yaza bilərsiniz.